Türkiyədə istər bakalavr, istər magistratura, istərsə də doktorantura səviyyəsində əyani təhsil alan bütün beynəlxalq tələbələr üçün yaşayış icazəsi, yəni iqamət belgəsi almaq qanuni bir məcburiyyətdir. Bəzən hibrid təhsil alınan sistemdə təhsil alan tələbələrin oturma izni almadığı düşünülür. Bu yanlış bir təsəvvürdür. Çünki hibrid sistemdə rəsmi olaraq əyani təhsil statusu daşıyır və bu səbəblə həmin tələbələrin də oturma icazəsi almaları zəruridir. Şirkətimiz Türkiyədə əyani təhsil almaq istəyən tələbələrə bu prosesdə tam dəstək göstərir. Oturma icazəsi ilə bağlı sənədlərin hazırlanması və rəsmi prosedurların icrasında tələbələrimizi yaxından müşahidə edir və bu xidmətə görə heç bir əlavə ödəniş tələb etmirik. Əgər siz də təhsilinizi davam etdirmək və yaşayış icazəsi prosesində peşəkar dəstək almaq istəyirsinizsə, zaman itirmədən bizimlə əlaqə saxlayın. Gələcəyinizi güvənli əllərə təhvil verin.